Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Dinin, fəlsəfənin və psixologiyanın ortaq mövzusu olan ruh bugünkü verilişimizin mövzusunu təşkil edir. Qədim dinlər, fəlsəfə və elm ruha necə yanaşır? Bugün məhz bu mövzunu müzakirə edəcəyik. Həmsöhbətim İlahiyyat üzrə fəlsəfə doktoru Eldar Kərimovdur. Eldar müəllim, biz verilişimizin efirində psixologiya mövzularına dair zaman-zaman yer veririk. Çünki cəmiyyət üçün, insanların fərdi və ictimai həyatı üçün psixoloji mövzuların yeri vacibdir. İslam nəzərində, ümumiyyətlə dinlər nəzərində, fəlsəfədə ruh elmi nədir? Onun yeri nədən ibarətdir? Bax, bu mövzuları müzakirə edirik. Çünki müasir psixologiyada əslində bizim klassik mənada ruh elmi dediyimiz bir fenomenin uzantısıdır. Bu baxımdan klassik mənada bizim ənənəmizdə, dini ənənədə və fəlsəfi ənənədə bu necə öz əksini tapır, bundan danışacağıq. İlk sualımı bax belə vermək istəyirəm. İslam düşüncəsində ruh nədir və onun insan həyatındakı yeri nədən ibarətdir? Gəlin buradan başlayaq əvvəlcə. Ruh dediyimiz bu anlayış ümumiyyətlə bəşəriyyət tarixinin ilk illərindən etibarən insanları maraqlandıran ən fundamental məsələlərdən biridir. Çünki insanı insan edən o enerji nədir, insanı insan edən güc nədir və insanı ən əsası da digər varlıqlardan və ya heyvanlardan fərqləndirən o gövhər nədən ibarətdir, o öz daxili, o keyfiyyətli bir şey ki var insanın daxilində, o nədir deyə bu suallar davamlı olaraq verilib. Buna din və dinlər öz cavabını verir. Eyni zamanda fəlsəfə fərqli rakurslardan yanaşır, psixologiya isə tam fərqli bir elmi nöqteyi nəzərdən bunu cavablandırmağa çalışır. Dinlərə baxdığımızda istər yəhudilikdə, istər xristiyanlıqda Tanrı insanı yaradır və öz ruhundan ona üflüyür və insan Tanrının ruhunu daşıyan bir varlıq olaraq və o ruh da əbədi bir varlıqdır və o heç bir zaman ölməz. İnsanın cəsədi yox olsa da, fiziologiyası, onun maddi tərəfi yox olsa da, o mənəvi tərəfi, ruh tərəfi yox olmaz və əbədi yaşayar. İslam dinində biz ruh anlayışına baxdığımızda bununla bağlı İsra surəsində Allah-u Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə xitabən belə buyurur. Əstəğuzu billah və yəsəlunəkə anir-ruh qulir-ruh min əmri Rabbi və mə utitum minəl ilmi qalilən. Səndən ruh haqqında soruşarlar, de ki, o mənim Rəbbimin əmrindəndir və bununla bağlı çox az bilgi və elm verilmişdir insanlara. Odur ki, ruh Rəbbimizdən bizə verilən və digər bir Səcdə surəsində isə Allah-u Teala buyurur ki, Sümmə səvvəhu və nəfəxə fihi min ruhihi. Sonra insanı şəkilləndirdi, müəyyən bir qəlibə saldı. Rəbbimizin insanı yaratma o prosedurları izah edilərkən insanı bir qəlibə saldı, bir şəkilə saldı. Ondan sonra və nəfəxə fihi min ruhihi və ona öz ruhundan üfürdü. Burada biz anlayırıq ki, bizim ruh dediyimiz şey əslində Rəbbimizdən aldığımız o dəyərdir. Mövlana Məsnəvisində ilk başlayarkən neyin fəryadı ilə başlayır 18 beytlik hissəsində. Neyin fəryadını o izah edərkən ney ilə insanı eyniləşdirir. O qeyd edir ki, ney əslində qamışlıqdan qoparılmış, öz diyarından qoparılmış bir musiqi alətidir. İkinci, bir fəryad içərisindədir. Davamlı olaraq onunla çalınan musiqilərdə bir o neyin fəryadı vardır. Yanğı var. Bir özləm var. Bəli, bir yanğı və özləm var, öz yerini özləyir. Və onu eyniləşdirir ki, insan da öz vətənindən, o ələs bəzmi dediyimiz ruhlar aləmindən bu dünyaya gəlib, insanın bədən dediyimiz bu qəfəsinə o ruh qeydirilib və o ruhun mənəvi xüsranları, mənəvi narahatçılıqları da bizim o təşviş dediyimiz, bizim o depressiya dediyimiz, bizim o izdirab dediyimiz, o acı, ruhən duyduğumuz mənəvi acılar da məhz bu dünyaya yad olduğumuz, ruhumuzun yad olduğu üçündür əslində. Biz özümüz də o fəryadı hiss edirik öz daxilimizdə. Mövlana deyir ki, insan da öz daxili aləmini, o egodan,
o kindən, kudurətdən təmizlədiyi zaman onun da daxilindən gözəl bir ney sədası çıxar. İnsan daxilən təmizlənmədikcə, yəni ruhən təmizlənmədikcə o səsi, o sədanı çölə çıxara bilmir. Ən əsası sonuncu bir məqam isə, dördüncü məqam, ney əslində bir musiqi alətidir. Görürük, ona bir nəfəs verilmədiyi zaman ondan səs çıxmır. Bir neyzənin bir nəfəsi olması lazımdır. İnsanın da ruhunun üfürən bir Rəbbi vardır. O nəfəxə fihi min ruhihi dedik biz ona. Allah-u Teala buyurur, ona, yəni onu şəkilləndirir, insanı şəkilləndirir və öz ruhundan verir. Allah o ruhu bizə necə ki üfürür və bizim varlığımız, bizim o keyfiyyətimiz elə onunla başlayır. Quran-ı Kərimin və İslam dininin ruha baxış tərzi bu şəkildə dəyərləndirilir. O, sizin üçün yeryüzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib, onunla sizin üçün növbə-növ məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Bu özləm, ələs bəzminə duyulan bu iştiyaq, bu şövq əslində öz ruhunun varlığından xəbərdar olan insanlar üçündür. Bir çox insan öz ruhunun varlığını belə fərqində deyil. Yəni, özünü sadəcə bir cisimdən ibarət görür. Bu dünyadakı daşdan, torpaqdan, heyvandan fərqli bir şəkildə görmədiyi üçün bu özləm də olmur, o iştiyaq da, şövq də olmur. Bax, insan öz ruhunu necə xatırlamalıdır, insan öz ruhunu necə unudur. Yəni, dünya məşğələsi istər-istəməz insanı həqiqətən öz daxili aləminə baxmaqdan uzaqlaşdırır və nəticədə bu fəsadlar ortaya çıxır. İstərdim, bax, bu problemin qaynağı haqqında danışasınız. Həm fəlsəfi nöqteyi nəzərdən, həm psixoloji nöqteyi nəzərdən, yəni insanın öz daxili aləminə baxması və daxili aləmindəki o əsas o gövhəri tapa bilməsi çox önəmlidir. Məsələn, psixologiya buna fərqli yanaşır. Psixologiya deyir ki, insan özünə yaxşı baxarsa, özünü yaxşı qiymətləndirərsə və özünə yaxşı baxarsa, özünü yaxşı hiss edər. İnsan özünü yaxşı hiss edərsə, yaxşı insanları özünə cəlb edər. Yaxşı insanları özünə cəlb etdikcə özünü daha yaxşı hiss edər və dolayısıyla insan bu dünyadakı əsas mahiyyətini qavrayar və özünü xoşbəxt hiss edər. Və bu mənada insan özünə fizioloji olaraq, daha çox bunlar maddi nöqteyi nəzərdən baxılır burada prosesə, İnsan özünü fizioloji olaraq yaxşı görür, yaxşı düşünür və yaxşı insanları cəlb edir və onların da ətrafında olduğu üçün özü daha yaxşı olmağa doğru istiqamətləndir. Amma bizim klassik ədəbiyyatımıza baxdığımız zaman, məsələn, Yunus Əmrə deyirdi ki, bir mən var məndə, məndən içəri. Biz hər zaman özümüzün bütün orqanlarına mən deyə xitab edirik. Mənim əlim, mənim qolum, mənim başım, mənim gözüm. Amma o mən dediyimiz şey, məhz o Yunus Əmrənin dediyi, bir mən var məndə, məndən içəri. Məhz o mənin özü də, məhz o ruh dediyimiz şeydir. Nəsimin deyirdi ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam. Məndə sığar iki cahan, doğrudur. İnsana həm bu cahanda yaşaya bilir, həm axirət dünyası var. İki cahanı bu əslində bir simvolizə edirdi. Eyni zamanda gövhər la məkan mənəm. Bir məkanı olmayan bir gövhər var məndə. O gövhər ki, kövnü məkanə sığmaz. Ümumiyyətlə, yaradılan dünyaya sığmayan bir gövhər var məndə, bir ruh var məndə. Onun paralelində Mövlana buyurur ki, insan okeanda bir damla deyil. Bir damlada böyük bir okeandır. Biz insan ac qaldıqca acların halını anlayır. İnsan özünü çox bilənlər kimi göstərdiyi zaman çox şeyləri öyrənə də bilmir. İnsan o zaman bilir ki, bilmədiyini bilir. İnsan bilmədiyini bildiyi zaman bilmədiklərini də öyrənmə ehtiyacını hiss edir. Və ona görə də insan özünü nə qədər böyük hiss etmədikcə, nə qədər özünü, belə deyək, böyüklüyünü öz daxilində hiss edir. Mənim daxilən böyük bir ruhum var, belə bir gücüm var. Fəqrini və əcziyyətini etiraf edə bilirsə, daha böyüklərə nail ola bilir.
daha ali dəyərləri özündə cəm edə bilir. Ona görə də hətta biz bu şəkildə də bu ruh anlayışının bir müqayisəsini də eləmiş olsaq, ruh sözünün etimologiyasına baxdığımız zaman ərəb etimologiyasında ravahə kəlməsidir. Və bu ravahə kəlməsi ilə paralel olaraq ruh eyni zamanda riyah kəlməsi də, ərəb dilindəki külək kəlməsi də eyni kökdən gəlir. Rayihə kəlməsi, qoxu kəlməsi də eyni kökdən gəlir. Reyhan kəlməsi də gözəl qoxulu bir bitkidir, eyni kökdən gəlir. Rahat kəlməsi də eyni kökdən gəlir. Ruh kəlməsinin bir etimoloji mənası nəfəs deməkdir. Yəni ruhun bir mənası da nəfəsdir. İnsanın həyatı da nəfəsdən ibarət deyilmi? Bir nəfəs alırıq, aldığımız nəfəsi vermədiyimiz zaman ölürük və ya verdiyimiz nəfəsi almırıqsa yenə ölürük. Bu ölüm hadisəsi də ruhun bədəni tərk etməsidir əslində. Biz ruhu görmürük, amma aldığımız nəfəslə o görmədiyimiz şeydir bizi yaşadan və öldürən. O qədər güclü bir şeydir əslində ruh dediyimiz şey. Riyah kəlməsi külək. Küləyin sərinliyini hiss edirik, onun ağaçları necə tozlandırdığını, bitkilərin tozlandırdığını bilirik, amma görmürük. Görmədiyimiz şeydə güc var. Yenə raihə kəlməsi qoxudur, ətirdir. İnsan psixikasına müsbət mənada təsir edən bir şeydir, amma görünməyən bir şeydir. Yəni bu görünməyən bir şeyin əslində yoxdur demə şansımız yoxdur. Dinlər bunu qəbul edir, fəlsəfə bunu qəbul edir. Hətta Platon deyirdi ki, insanın ruhu insandan daha üstündür. Yəni insanın maddi həyatından, maddi varlığından daha üstündür. O ideyalar aləmində əslində hər şeyi öyrənib, bədən qəfəsinə salınıb, bədənin indi öyrəndikləri əslində ruhun ideyalar aləmində xatırladıqlarıdır. Yine Aristotel de eyni şəkildə. O da deyirdi ki, insanın özü əslində bir ruh, bir gövhərdən ibarətdir. O gövhər ki, hər bir yaradılanın bir gövhəri var, bir ruhu var. Qulağımız maddi bir orqandır. Onun eşitməsi onun ruhudur. Gözümüz maddi orqandır, onun görməsi onun ruhudur. Eldar müəllim, müasir psixologiya elmi içərisində əlbəttə ki, ruh məfhumuna fərqli yanaşmalar var. Bu nəzəriyyələrdən bəzisi klassik mənada bu sizin az öncə qeyd elədiyiniz İslam düşüncəsindəki, eyni zamandakı fəlsəfədəki bu ruh məfhumunu rədd edən yanaşmalar var. Eyni zamanda onu isbat etməyə çalışan, onun varlığını qorumağa çalışan müxtəlif yanaşmalar da var və bunlar ciddi yanaşmalar sayılır. Yəni psixologiya elminin qurucuları tərəfindən ortaya atılmış iddialardır bunlar. Bir gün bir efirdə izlədim, kiçik bir sosial eksperiment aparılmışdı psixoloqlarla və psixoloqlara bu sual yönləndirilirdi. İndiyə qədər neçə insanı müalicə etmisiniz, sağaltmısınız? O psixoloqlar bu suala cavab verməkdə çox ciddi tərəddüd keçirirdilər. Yəni həqiqətən bugünkü psixologiyanın, yəni insanı sadəcə mexanik bir varlıq olaraq görən psixologiya həqiqətən insanı sağaltmağa qadirdirmi, deyilmi? Yəni bu sualı cavablandırmaq həqiqətən çox çətindir. Bəlkə bugün müasir insanın problemlərinin, mənəvi daxili problemlərinin öhdəsindən gələ bilməməsinin səbəbi də psixoloji yanaşmaların, metodların insanı o mexanikləşdirməsindən irəli gələ bilər. İnsan sadəcə bu dünyaya gəlib heç bir məqsədsiz yaşayıb ölən bir varlıq kimi görmək və onu da ruhən sağaltmaq çox çətindir. Qeyd etdiyiniz kimi psixoloqlar buna əlbəttə ki, çox çətinliklə cavab verirlər. Psixoloqlar o zaman ona rahat bir şəkildə cavab verər ki, onun daxili aləmini kəşf edər, onun həqiqətən də ruh və mənəviyyatını anlayar, onun psixoloji sağlamlığının qazanılmasının belə deyək, önəmli olduğunu dərk edər. Və bu mənada belə bir söz var, Şəms Təbrizi deyir ki, bəzən insanlar təşvişi, biz bu son dövrlər o təşvişdir, anksiyetə pozuntularıdır, depressiya kimi proseslərin içərisində insanlar davamlı olaraq niyə mən bu problemi yaşayıram? Əslində insan bu problemi, niyə mən, Allah Teala niyə məni seçdi bu problemi yaşamaq üçün? Belə deməkdənsə, Allah bu problemlə, bu müşkülatla, bu çətinliklə mənə nə öyrətmək istəyir? Bu sualın cavabını dərk etmək lazımdır. Və psixoloqların da vəzifəsi
bir insanın psixoloji problem yaşayan bir insanın o psixoloji problemlərinin arxasında duran və ona hansı dərsi, hansı mənəvi mesajı verəcəyini anlayıb ona yanaşan psixoloq onun o xəstənin müalicəsində önəmli rol oynaya bilir. Amma yenə Şəms Təbrizi də deyirdi ki, sən həyatım alt-üst oldu demə. Sən nə bilirsən, bəlkə də sənin həyatının altı üstündən daha yaxşıdır. Bəzən həyatın alt-üst olması biz hesab edirik ki, alt-üst oldu, amma Mövlana deyir ki, insanın daxilindəki yara ona uğur işığının bədəninə nüfuz etməsidir. O yara olmasa o nüfuz edəcək bir yer tapmır. Sən yaranı da Rəbbindən gələn bir nemət olaraq görməyin lazımdır və bir dərs, önəmli bir mesaj olduğunu anlamağın lazımdır. İndi keçək burada psixoloji nöqteyi nəzərdən qeyd etdiyiniz kimi, hətta Sigmund Freud bu dini yanaşmadan ruhu çıxarıb id, ego, super ego səviyyəsinə indirmişdi. Yəni id insanın heyvani ruhu, ego onun mənlik, kimlik və super egoda daha çox onun mənəviyyatı və vicdan məsələlərini araşdıran bir sahə idi. Onlar daha çox psixoloji nöqteyi nəzərdən laboratoriyada ölçülə bilən, yəni insanın şuurunu, davranışlarını, onun belə deyək, şuur səviyyəsini ölçürsə əgər, bu elmi bir nöqteyi nəzərdən yanaşır və ruh görünmədiyi üçün əslində psixologiyanın sözlük mənası, etimoloji olaraq baxdığımızda ruh elmidir, yəni ruhu öyrənən bir elmdir. Sonradan onun artıq şuuru öyrənən elm, bilgini öyrənən elm deyə adını dəyişdirdilər, istiqamətini fərqliləşdirməyə çalışdılar. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridir. Onlar orada əbədi qalacaqlar. Klassik psixologiyada insan instinktlərdən və bioloji ehtiyaclardan ibarət olaraq görülürdü. Yəni heyvanlarda da instinktlər vardı, heyvanların da bioloji ehtiyacları vardı. Amma sonradan baxdılar ki, insanlar həqiqətən instinktlərdən və bioloji ehtiyaclardan da başqa bir şeylər istəyir. Məsələn, Abraham Maslow'un biz o həyat iyerarxiyası dediyimiz bir iyerarxiyası var. Onun ən son nöqtəsi insanın özünü artıq kamilləşdirmə mərhələsidir. Self-actualization dediyimiz insanın özünün kamilləşdirmə və aktivləşdirməsi prosesi. Amma ömrünün sonlarına doğru Maslow'un həmin o mərhələdən də üstə bir mərhələsi var. Buna transsendensiya dediyimiz özünü aşma mərhələsidir. Bir özünü kamilləşdirmə mərhələsi, bir də var artıq özünü aşma. Özünü aşma artıq ruhani olaraq insanı daxili mənəviyyat olaraq kainatda aşqın bir ruhla, yəni böyük bir ruhla, yaradıcı ilə eyniləşmə prosesi deməkdir. Yəni artıq özünü özü üçün deyil, həyatı özü üçün deyil, o Məhəmməd Füzulinin dediyi kimi, kim ki cananın üçün canını sevər. Buradakı məsələ nədir? Bir insan öz sevdiyini özü üçün yox, sevdiyi üçün sevdiyi zaman daha çox gerçəkdən onu sevmiş olar. Sevmiş olur, bəli. Odur ki, yenə qeyd etdiyimiz kimi Maslow burada bir fərqli bir mərhələnin olduğunu, fərqli bir mənəvi dünyanın və ruh aləminin olduğunu da ortaya qoymuş olur. Yenə Viktor Frankl da məna axtarışı deyirdi, eyni zamanda insanı üç bucaqlı, yəni üç boyutlu olaraq təsvir edir. O deyir ki, həm sematikdir insan, somatik dediyimiz, yəni insanın fizioloji bir dəyəri var. Biz genetik olaraq fizioloji bir şəkilə sahibik. İkinci olaraq psixoloji bizim davranışlarımız, düşüncələrimiz və münasibətlərimiz var. Üçüncü önəmli tərəfimiz də noloji dediyimiz ruh və mənəvi tərəfimizdir. Yəni bu psixoloqların ortaya qoyduqları və insanın bu üçüncü tərəfsiz yaşaya bilməyəcəyi və davamlı olaraq psixoloji müəyyən sarsıntıların, təşvişlərin, problemlərin, depressiyaların yaşanacağını ortaya özləri qoyurlar, yəni bununla bağlı. Bəlkə də insanların müasir dövrdə üz-üzə qaldıqları bu stres, depressiya, təşviş kimi hallar, psixoloji pozuntular, bunlar diaqnozu düzgün qoyulmaqdan irəli gələ bilər. Bəlkə biz cavabı başqa yerdə axtarırıq, halbuki insanın öz daxili dünyasına dönməli olduğunu, öz daxilində bu problemlərin səbəbini axtarmalı olduğunu bəlkə də görməzdən gəlirik və ya ona istiqamətləndirə bilmirik. Eldar müəllim, mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Minnətdaram, çox sağ olun. Buyurun.
Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.